Bizə danış Esmiranın 3-cü övladı. Almaz haqqında hansı faktları üzə çıxardı? Həsən doğma anasına veriləcəkmi? Övladını uşaq evinə vermək istəyən çarəsiz ana. O buna nail ola biləcəkmi? Abdullah üzünü görmədiyi övladıyla görüşəcəkmi? Onun həyat yoldaşı Rəna nələr etiraf edəcək? Bugün saat 16:10'da bizə danışdı. 8 idi tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Bacımlık öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Gergin bir gün oldu bizim için. Birinci deyim ki Pərvanə ilə bağlı görüntüləri siz izleyeceksiniz bugün. O görüntüler ki düz 2 saatlik çekilişte yalnız 4 dəqiqə olanlardan kısa bir belə deyək, kronikasını vermiştim size. Bugün biz Pərvanənin qaldığı o tövlədən çektiğimiz o görüntüler ki vardı, müsahibələr var idi. Onların hər birini əziz tamaşaçılar belə deyək, qısa hazırlamışıq, izleyeceksiniz veriliş boyu. Çok gergin bir gün yaşadık dünən. Çünkü o gerginlikten hələ də özüm çıxmamışam, yani hələ də çıxmamışam. Yəqin ki Şahin də bilir bunu. Dünənlər ki biz necə gergin anlar yaşadık. Çünkü burada bizim redaktorumuz ve mən idim. Esmira uşaqla gözlüyürdü. Çünkü Esmira'nın anasının ürəyi getmişdi burada. Biz deməli həkim çağırdıq verilişdən sonra. Herkes onun belə deyək, başına toplanmışdı. Redaktorumuzla da mən Esmira'nın digər uşağı ilə bağlı belə deyək, aldığımız məlumatların üzərində işləyirdik və əziz tamaşaçılar, məlum oldu ki bütün bu baş qarışıqlıqdan istifadə edən Esmira uşağı da götürüb qaçıb. Dünən bütün günü, gecəni düz saat 4'e qədər bizler Esmiranı axtardıq. Yani benim için Esmiranı belki de axtarmaq lazım değildi ama yanındaki körpədən, uşaqdan dolayı özümü həqiqətən günahkar hesab edə bilərdim. Neler oldu daha sonra? Esmiranı bu ana qədər belə tapmamışıq. O kadrlar ki vardı Esmiranın, qoyun yenə də belki de baxmayanlar var. Esmiranı görən, bilən varsa bizimle əlaqə saxlasınlar. Məlum oldu ki Esmira uşağı atıp bir deməli kişinin yanına, Leylanı, özü ise yoktu. Leyla bugün saat 12'de bize getirildi. Esmira'dan ise haber yoktu. Ama yine de biz onun axtarışındayıq. Esmira ilə bağlı kimin nə məlumatları varsa qaynar xəttimizi görürsünüz əziz tamaşaçılar. Qaynar xəttimizə zəng edin. Onun qaçmağı da yəqin ki uşaqların taleyi ilə bağlıdır. Elə deyilmi? Yəni uşaqların taleyi ilə bağlıdır. Mən belə başa düşürəm ki Esmiran özünün problemi, biraz da onu da qeyd eləmək lazımdır. Esmiran zərərli vərdişdən asılı olmaq səbəbindən də həm şəxsiyyət pozuntusu var ortada, həm onun özünün səhhətindəki problem onu qaçmağa da vadar edir. Bu dəfə o saxlanılarda çox yaxşı olardı ki, o məcburi şəkildə müalicəyə götürülsün. Bəli, məcburi şəkildə xəstəxanaya göndərilməlidir və mənə elə gəlir ki, bugün həm də uşaqların taleyi həll olunmalıdır. Bugün həm də uşaqların taleyi həll olunmalıdır. Çünki Esmira ilə 8 yaşlı bir qızın qalması təhlükəlidir. İnanın mənə ki, təhlükəlidir. Əgər təhlükə varsa, bu anı nəzərdə tutulur ki, onu analıq hüququndan məhrum edə bilərlər. Yəni, müvafiq icra hakimiyyəti orqanları
müraciət edə bilər məhkəməyə və analıq hüququndan məhrum edərək onu demək uşaq evinə yerləşdirmək olar. Yəni qanunvericiliyə əsasən bu mümkün. Çünki onun əgər səhhəti, onun tərbiyəsi ziddirsə uşağın saxlanmasına, yəni qanunvericilikdə Ailə Məcəlləsində bu nəzərdə tutulubdur. Yəni həm hüquq tərəfindən də özü bunu cəmiyyət üçün təhlükəlidir. O, yəni bir yoxlamaq lazımdır. Onun özünün belə götürək də problemlər ki var, o digər insanlara ötürülə bilər. Bəli. O cəmiyyət üçün təhlükəlidir. Aydındır. demək cəmiyyət mütəhlükəlisə, demək uşaq üçün Tamamilə təhlükəlidir. Aydındır. Balaoğlan müəllim də bilirsiniz niyə gəlibdi? Dünən işini, gücünü qoyub, elədirmi Balaoğlan müəllim? Bugün əslində gəlməli deyildi. O gələn həftə idi bizim qonağımız, amma Balaoğlan müəllim sırf Esmiraya görə gəlibdi bura. Hətta Esmiraya görə deyəndə onun üçün gəlməmişəm. Sadəcə onun hərəkətlərinə görə. Bəli. Yaxşı dedi. Onu mən demirəm ona. Məni bir şey maraqlandırır ki, Ailə Qadın Uşaq Komitəsinə niyə nümayəndə gəlmir? Gələr bu inşallah. məsələlərə Bu məsələ əsas onlara aiddir. Yox, əsas Bəli. bu məsələ müvafiq icra hakimiyyətinə. Xeyr, Ailə Qadın və Uşaq Problemləri üzrə də Dövlət Komitəsi yəqin ki, bizi izləyirlər. Çünki birbaşa onlara da aid məsələlərdir. Hər zaman normal münasibətlərimiz var. Yəni, bir də ki, normal münasibətlərdən söhbət getmir. Söhbət burada uşaqların taleyi ilə gedirsə, 3 körpənin ikisi tapılıb, biri ilə də bağlı, bugün Almazla bağlı, balaca Almazla bağlı xəbərimiz olacaqdı sizə. Amma Pərvanəni də axı onlar gediblər. Bəli, Pərvanə ilə də bağlı, amma indi yəni onlar açıqlamasını veribdir. Biz də indi kömək eləmək istəyirik araşdırmalarına. Bugünkü kadrlardan onlar üçün də lazımlı olan kadrları yəqin ki, götürərlər. Neysə, yəni bax belə, bugün çox gərgin deməli bir gün olacaqdı bizim üçün. Həftənin sonu, amma çox gərgin bir gün. Pərvanə var burada, eyni zamanda Esmira. Esmira indi mənə bizim əməkdaşlarımız deyir ki, Qusarda sərhəddi keçməyə cəhd edibdir. Bizim əməkdaşlarımız harada tapıldı? Gecə, axşam saatlarında, bəli, axşam saatlarında Qusarda sərhədi keçməyə cəhd edibdir, amma yəni alınmayıb. Bəli, alınmayıb. Harda indi mən bilmirəm. Bizim çəkiliş qrupumuzda, axtarış qrupumuzda bu işlə məşğuldur, gediblər. Baxaq veriliş boyu məlumatlarımız olacaq sizə. Mən istəyirəm ki, Həsənə baxan Pərvanənin 3 günlüyündə xəstəxanada qoyub getdiyi Həsən ki vardı, o balaca körpə vardı, ona baxan qadını bura dəvət edim. O cümlədən Esmiranın anasını mən dəvət etmək istəyirəm. Dəvət edirəm, buyurun əyləşin, amma reklamlarımız var, əziz tamaşaçılar, diqqətiniz bizdə olsun, ailənizin kanalı Xəzərə Baxın kanalınızı dəyişməyin. Səkkizidi tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Böyük bacım da öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Tamaşaçılar, dediyim kimi maraqlı və eyni zamanda düşündürücü bir efir olacaq. Bugün kanalınızı dəyişməyin, ailənizin kanalına baxın və bugünkü müzakirələrdə bizim qonaqlarımız da var, iştirak edəcəklər. Onların təqdimatı ilə verilişə başlamaq istəyirəm. Balaoğlan Əşrəfov, əməkdar artist. Azərbaycan Uşaqlar Birliyinin koordinatoru Vasif Akifli. Vəkilimiz Şəfiqə Nağıyeva. Elnur Rüstəmov, psixoloq. Adəm Məmmədov, vəkil. Eyni zamanda doğru mu təqdim etdi? Azərbaycan Vəkillər Kollegiyasının üzvü eyni zamanda. Sona Quliyeva, psixoloq. Bugün istəyirəm ilk sualı Esmira'nın anasına verəm. Esmira, zəhmət olmasa xanım, mikrofonu götürün. Dünən qızınız qaçıb. Yəqin xəbəriniz var. Mikrofonu yaxın tutun. Hamı ona inanırdı, onun sözünə inanırdı. Mikrofonu yaxın tutun zəhmət olmasa. Mən təhqir edirdilər. İndi göstərək ki, mənim günahım yox.
O körpəndə mən özüm işləyirdim, süpürgəçi idim. Onunla bağlı sual verəcəm. Dünən sizin həkimlər çağırmışdıq biz. Esmira da sizin yanınızdaydı. Esmira sizin yanınızdan qaçıbdı. Sizin yanınızdan qaçıbdı. Mənim yox. Siz maşına minmişsiniz, elədirmi? Getmişik biz. Hə, getmişsiniz. Esmira oradaydı. Esmira hər halda orada qalmışdı ki, sonra onu aparacaqdı, da sonra bilmədik. Uşaq sizin qapınıza atılıb. Buyurun, mikrofonu götürün. Leyla sizin qapınıza atılıb. Bu necə, nə vaxt oldu, saat neçə? Mən gelmişdim, bir işim var idi. Qayıdıb gələndə gördüm Leyla bizdədir. Ancaq bunu bilirəm. Soruşmadınız ki, bu Leyla necə gəldi, çıxdı bura? Leyla deyir ki, mamam məni gətdi atdı qapıya qaçdı. Kiminlə qaçdı? Taksi ilə gəlib, bilmirik də nə taksi. 5 dəqiqə haldan tapdı adamı qaçdı. Həmən maşından gəlib, həmən maşından da Hansı maşından gəlibdi? O, sığınacaqda yerləşdirilibdi. Sığınacağın maşını burada olubdu, elə deyilmi? Çünki biz dünən Almasın həyatı ilə bağlı araşdırmalar aparırdıq və bu araşdırmalar zamanı Esmira da aşağıdaydı, uşaqla gözləyirdi. Bizi ilə çıxdı da bayram. Sizinlə çıxdı? Hə, biz də oradaydık. Sizinlə çıxdığına görə deyil, ona... Biz o hələ bir yolu keçəndə o qaldı bizdən daha. Gərginəm, həqiqətən çox gərginəm mən. O içəridə qaldı. O içəridə qaldı. Qara maşın Biz vardı mindik, orada, biz dedilər ki, apardılar, Esmira qalmışdı bunu ilə içəridə. gedəcək. Qara maşınla. Qara maşınla. Sonra da nə təhər olur, nə cür olur, bilmirik. Çox o qədər gərginəm ki mən, o qədər gərgin anlar keçirtdim dünən. Şahin də mənimlə birlikdə o gərgin anları biz Şahinlə gecə saat Şahin də mənə deyir ki, gedə evə gülməyim gəlir. Deyir ki, biz niyə görə dayanmışıq saat 4-ə qədər yolda? Deyirəm ki, axı söhbət Esmira'nın həyatından getmir. Uşağın. 8 yaşlı qızın həyatından gedir. Leylanın həyatından gedir söhbət. Esmira mənim üçün bəlkə də, yəni bəlkə ki anası üçün maraqlı deyil, mənim üçün... Amma məni bir məsələ dünən düşündürdü. Sizin başınız qarışıq idi belə də, o türklə, o uşaqla görüşmək üçün danışırdınız. Esmira anasının ayağını oxalayırdı. Deməli, bütün bunlar efirdəymi? Və həmin həkim gələndə, həkim baxanda ona, Esmira anasını çörürdü, iynə ona vurulurdu, Esmira anasının ayağını oxalayırdı, qız da, nəvəsi də oradaydı, nəvəsi də kömək eləyirdi. Bəs əgər bunların arasında belə soyuqluq varsa və bunlar danışmırsa, bu hərəkətlər niyə olurdu ki? Əslində ortada... Bəlkə efirə görədir bunlar hamısı. Yəni, ananın övladla, Esmira ilə münasibəti var. Sadəcə onlar burada açıqlamırlar. Ağlayır ki, bəs mən onu evlatlıqdan rədd eləyəcəyim. Orada da çıxıb hamının arasında deyəcəm ki, mən elə evladı istəmirəm. Bunu məndən uzaqlaşdırın. Kimi? Bundan artıq nə qədər evladı eləyəcək? Esmira illərdə ana zürəsətdir. İstəmirəm deyir onu. Elə evladı mən Sizin istəmirəm. qızınızla nə konfliktiniz olub burada? Sizin səhətiniz pisləşəndə biz almaqla bağlı... 3 gündə ona fikir verirəm. Konflikt olmadı, mehriban idilar. Yox, sonraların aralarında nasıl konflikt oldu? O elə üz görənli mehribanlıq eləyirdi. Siz sonra nəyisə mübahisə eləmişsiniz və Esmira sakitcə çıxıb gedib buradan. Siz də istifadə edib, sizin çıxışınızı kanaldan istifadə edib, sizdən çıxıb. Ümumiyyətlə, əvvəllər O məndən getməyib ki, mən bu qadınla getmişəm, o bizdən sonra... münasibətləri necə olubdu qızla? Münasibətləri çox gərgin, mən deyim də, çünki siz bəlkə də varmı bizdə Esmira'nın xatırlatması varmı? Bizim yeni qoşulan ekspertlərimiz və tamaşaçılar da izləsin. Aha. Esmira'nın ikinci qızını həqiqətən uşaq evinə qoymuşsunuz. Uşaq evinə qoydunuz. Uşaq evinə qoyarkən sənədlərini də verdiniz mi uşaq evinə? Məndə sənəti yox idi. Uşaq evinə verilibsə bu uşaqlar, bunun biri Leyla'ya aid. Bu doğum haqqındakı şəhadətnamələr, bu uşaq evinə qoyulubsa bu uşaq, o zaman bütün sənədlər, hər şey verilməli idi. Leyla'nın atasının adı nədir? Həsən. Səməd. Həsən? Səməd. Səməd? Səməd. İbadova Leyla İbad qızı. Bu Leyla'nın doğum haqqında şəhadətnaməsi. Nə oldu? Onun öz familiyası. Səməd nə olmur İbadova? İbad kimdir? Atası dedi adımı yazdırma, mən də qardaşımın adını yazdım.
Bu sənin ata deməli deyib ki, mən qızıma öz adı soyadımı vermirəm. Qardaşının adını yazdımsan. Bu Həsəndir. İbadov Həsən Muradoğlu. Bu Muradın soyadı yox idi ki, onun da öz soyadını. Atalıq verməyib də, onun üçün yazdırıb öz adına. Bunu da özü yazır. Bu da atalıq. Aha. Qeyri-rəsmi olur yəqin uşaqlar. Yaxşı, bu da Murad kimdir? Bu isə İbadova Almaz Murad qızının doğum haqqında şəhadətnaməsidir. Onda iki ikisi də. Almazın da atası Muraddır. Biz Muradı da tapdıq əziz tamaşaçılar. Murad xəttədir. Murad, xoş gördük. Merhaba, iyi yayınlar. Sizin uşağınız Həsənin anası Esmira Leyla'dan başqa 2 uşağı var. Biri Almaz adında qızdır, biri isə Həsəndir. Bu uşağın ikisinin də doğum haqqında, doğum bəlgəsində yazılıbdır ki, onların atası, ikisinin də atası sizsiz. Həsənin də atası, Almazın da atası. Bu uşaqların ikisi də sizindirmi həqiqətən? Hayır, Xoşqədəm Hanım, öyle bir şey olmasının mümkünü yok. Həsənə baxan, 3 il bütün ömrünü həsr edən, nənədən də yaxşı baxan, anadan da yaxşı baxan o qadın. Hansı ki, dünən üzünü göstərmək istəmirdi. Amma hadisələr bu belə bir həddə gəlib çatdı ki, qadın dedi ki, mən niyə utanım? Utanmasın, gəlsin, o qəhrəmandır, o anadır. Olanlar bundan ibarətdir. Məsələ belədir ki, Xoşqədəm xanım, qanunvericilikdə göstərilir ki, ana əgər nikahda deyilsə, Biraz hündürdən zəhmət olursa. istənilən şəxsi ata yazdıra bilər. Yəni, doğum şəhadətnaməsinin qrafasında. Bəli, o aydındır. İstənilən yazdıra bilər. Amma mənə görə artıq Murad öz oğluna da Muradın hər halda soyadı İbadov deyil. O da verməyib öz oğluna. Siz Xoşqədəm xanım, qanunvericilikdə göstərilir ki, xanım mübahisə açmalıdır, atalıq faktı ilə bağlı. Ata uşağa baxır ya, Adəm mən. Baxır. Bəli, yox, baxsa da belə deyək də, qanunun rəsmi şəkildə özünün soyadını verməlidir, atası olmasını verməlidir. Mən istəyirəm ki, gələcəkdə problemlər yaradacaq. Bəli, Adəm, hansı uşağa mübahisə açacaq? Hansı uşağa? Bu ana uşaqların nərəsini bir yerdə qoyub dedi. Bilirəm, maraqlı deyil axı bu. Bunun marağı yox deyil ki, mənə atsın. Ana, bəli, ananın marağı yox. Ana marağında deyilsə, qanunvericilikdə təhsil ana aça bilməz. Əgər ananın səhhəti buna imkan vermirsə, müvafiq icra hakimiyyətinin qəyyumu və himayə orqanı bu mübahisəni aça bilər. Yəni tək ananı yox. Yəni bunu müvafiq icra hakimiyyəti orqanı onun tələb qoya bilər, valideynlik hüququndan ümumiyyətlə məhrum olunsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən. Bu qadın da məhrum olunmalıdır. Analıq hüququndan məhrum ola bilər. Hər bir halda maraqlı şəxslər iddia qaldırıb bunun atalıq faktı müəyyən etmək olar. Mən istəyirəm ki, buradan Murad bəyə müraciət eləyəm. Çünki Murad bəy dedi ki, mən Almazın atası deyiləm. Almazın atası kimdir? Mənim üçün maraqlıdır. Siz götürün. Bəlkə Almaz elə öz atasındadır. Anası bir cavab versin, Esmiranın anası. Mikrofonu götürün. Bilirsiniz, bir saniyə. Bir saniyə, siz gözləyin. Qızınızın, bax bu Almaz var, 3-cü uşağı. Bu kimdəndir? Hansı, yəni bilirsiniz mi onun atasını? Onu tanımıram mən onun atasını. Tanımırsınız siz atasını? Yox. Aha. Siz nəsə demək istəyirdiniz, xanım? Niyə tanımırsınız? Hamı tanır ki, Tərlandı onu tanımır. Bütün dünya bilir ki, Tərlandı onu. Ana, niyə gizlədin? Nədən qorxursan türmədə? Niyə? Nə var ki burada? Bir səbəb var da tutulur. Tərlan tutulur. Hə, Tərlan türmədə. Tərlanlardan tanırsınız. Niyə tanımıram? Esmirə 100 dəfə deyib ki, o cici deyirlər, nə deyirlər, o mənim uşağım Tərlanlandır. Əgər bu xanım tanıyırsa, anası %100 tanıyır. Anasını gizlətdiyi çox şey. Tərlan tanımırsınız. Bax, mən Esmiranın anasına... Tərlan, onların dilindən eşitmişəm, bir dəfə də qarşı gəldi ki, ağlaya-ağlaya ki, Tərlan tutulur. Xanım, bu Esmiranın anası niyə gizlədir? Bax, çox şeylərin açarı ondadır. Çox şeylərin açarı ondadır. O demir çox şeyləri. Mən gizlətmirəm heç. Özünüzün əliniz özünüz məqamlar mı var orada? O hamısı desin, mən düşün deməliyim onun əvəzinə. Qulaq asın, deyir ki, mən bilirəm, amma qoy o birisilər desin, mən niyə deməliyəm onu? O birisilər kim deyir? Özü desin. Ana da öz günahlarının hamısını desin. Mənim boynuma ne şart? O ananın da... Çünki mən boyun ona atır. 1000 dəfə yanında deyib ki, atası Tərlandı.
Siz də Esmiranın anasısınız və gizlətdiyiniz məqamlarda sizin özünüzün olmağınız ehtimalı var onda. Əgər bu qədər sürürsünüzsə. Mikrofondakı. Mən deməyim biraz pis çıxır. Yox, heç bir siz həqiqəti dediniz, eşitdiyinizi dediniz. Mən burada nə danışacağam, düz danışacağam. Mənim sözümdə heç əyrililik də yoxdur, heç kimdən də qorxmuram Allahdan var. Yox, siz həqiqəti deməlisiniz. Çünki söhbət balaca bir qızın, almaz, yox olan bir qızın. Ana ilə nənənin arasında itirilən bir balaca uşağın taleyindən gedir əziz tamaşaçılar. O gün qırmızı bələkdə, qırmızı paltarda anası gətirir, uşağı Esmira gətirir, öz anasının çalışdığı yerə, iş yerinin qarşısına atır. Qırmızı bələkdə və qırmızı paltarda, elə deyildi mi? Elə idi. Siz harada çalışırdınız? Yəni adın çəkməyədir. Nizami rayonunda. Süpürgəçi işləyirdim. Nəsə... Verəcəm suallar bir dəqiq. Apardınız, həyətdə dəmir butqada bir gün saxladınız o uşağı. Elədir, deyil mi? Bir gün saxladınız. Ay Allah, dəhşət. Özünüz harada qalacaqdınız? Uşaqla qalacaqdınız da, xanım, uşağı atası deyildiniz ki. Ki atdınız. Yaxşı, niyə tərlana verilmədi? Deyirsiniz, tanımırsınız. Necə ola bilər ki, sizin evinizdə yad olan, düzdür, yad deyil, qızınızın qaynanasıdır. Necə ola bildi ki, Sədaya xanım bilir, sizin qızınızın 3-cü uşağı Tərlan adlı bir kişidəndir, amma siz onu bilmirsiniz. Xoşqədəm xanım bilir, özü demir. Necə dediniz, bilsən? Qalmırdı axı o. Onun yanında o qalmırdı. Özü deməz. Mən niyə deyirəm ki, Muradın da yanında qalmamışdı, amma Muraddan da Həsən də Elə olmadı. məsələdir ki, bu məsələ. Bu xanım bilməmək, bilməyə-bilməz məsələ, qeyri-mümkün. Çünki belə məsələlər var ki, o məsələlər həqiqətən də birilir, övlad dünyaya gətirirsə, bu hər bir halı soruşa bilər də, bunun atası kimdir, nədir, kimdən ailə qurmusan, kimdən fakti yaşamısan. Yəni, ən azı müəyyən olunmalıdır, uşağın, heç olmasa mənşəyini soruşmalıdır. Qızım, kimdir bunun uşağın atası? Esmira'nın yeniyetmə vaxtı bir problemləri var idi mi? Yəni, narahatçılığı var idi mi? Epilepsiyası zadı var idi mi uşağın? Var idi mi? O, Esmira'nın yeniyetməlikdən onun problemləri çıxıb. Sadəcə zamanında siz tədbir görməmişsiniz. İndi də yaxanızı kənara çəkirsiniz. Əgər o zamanında tədbir görsəydi, o insanda indi o şəxsiyyət pozuntusudur. Artıq baş verir. İndi bilinmir nələr baş verir, zərərli vərdişləri var, yoxdur. Siz onun övladı varsa, siz də onun anasısınız. Məsələ burası nədir? Əgər zamanında tədbir olsaydı, Esmira bugünə qalmazdı. Bugün əlbəttə siz yə durmazsınız. Valideyn hansı uşağa yə durar? Yaxşı uşağa. Və o sizin etdiyinizin nəticəsidir. Mən siz mühakimə eləmirəm, bu mənim kompetensiyamda olan bir şey deyil. Pis uşağa da yiyədir olur. Mən sizə haqq da qazandırım. Övlad, sirk pis yaxşı. Sadəcə olaraq siz nəzarətdə saxlanmalıydınız onu. Sadəcə olaraq siz ən azı bilirsiniz ki, sizin qızınızda çatışmamazlıq var. Onun epilepsiyası olur. Epilepsiya demək deyil. Epilepsiya ayrı şeydir, çatışmamazlığı. Mən bir şeylərin onun epilepsiyası olub ya yox, söhbət ondan gelmir. Yəni epileptiklər o demək deyir ki, belə olurlar. Sadəcə onu zamanda tədbir olsaydı. Mən bir sual verdim. Həmən günü uşaq, üzr istəyirəm. Həmən gün uşaq qırmızı paltarda, qırmızı bələkdə sizin qapınıza atıldı və bir gün sizin yanınızda qaldı. Dəyişmədiniz ki paltarı? Yox. Elə o paltarda qaldı. Uşağı dəyişmək lazımdır hər saat. Neynəmək? Yazıq uşaq elə hər şeyin çirkin pasının içində apardın, verdin ora. Qızın dünya gətirdiyi övladların da gətirilməsi prosesində də məsuliyyət olur. Çünki gedən prosesləri, həyatda gedən prosesləri xanım düzgün qavraya bilməyibdir. Yəni, biraz tam yetkin formalaşmayıbdır. Ona görə də müəyyən insanlarla münasibətləri yaranır və ola bilsin uşağın da valideynin kimi olmasını da bu hamısı da sizdən irəli gəlir ki, siz nəzərdə salın. Məsuliyyət birbaşa sizin üzərinizdə. Birbaşa sizin üzərinizdə. İcazə verin, Baloğlan müəllim dünəndən bu məsələ ilə bağlı o qədər əsəb keçirib ki, 2 gündür onun əsəbini də bilirəm. Hətta bizim əməkdaşlara da zəng eləyib.
Allah Üzeyir Hacıbəyevə rəhmət eləsin. O olmasın, bu olsun əsərində Məşhəd İbad deyir ki, mən tarix nadiri yarıya qədər oxumuşam, işi başa düşmürəm. Mən bu qızı heç başa düşmürəm. Bu hansı millətə qulluq edir? Bunun deyəsən psixoloji problemi var. Sağlam düşünmür. Bunun psixoloji problemi var ki, bir uşağı ora atır, bir uşağı bura qatır, indi də durub qaçır. Mən bura gələndə elə bilirdim ki, onu görəcəm. O da çıxıb qaçıb gedib. Bunu nə uşaq maraqlandırır, nə ana maraqlandırır. Bir məsələyə toxunmaq istəyirəm. Deyirsiniz hamısı ki, bunun psixoloji problemi var. Bu gedir, uşağı anadan olur, birinin adına yazdırır, qəşəngcənə. Sonra ikinci, bir dəqiqə. Niyə? Niyə? Heç yazdırmasın da. Nə yaxşı bilir? Yox, düz deyil. Mən razılaşmıram. Bu fikrimi deyim sonra. Qəşəng uşaq olur, gedir bir kişinin adına yazdırır. Sonra ikinci uşaqda olur, onu da o kişinin adına yazdırır. Kişilər də yoxdur ortada. Xeyr, o kişilər yoxdur, Murad yoxdur ortada. Ortada. Murad var. O bizdə Tərlan məsələsi indi çıxdı. İlə gəlmədən Tərlanın Muradın adına adını indi yazdırır. eşitdim. Niyə yazdırır? Qoy İvanın adına yazdırardı, başqa adamın adına yazdırardı. Demin hər iki uşağı Muradın adına niyə yazdırırdı? Sonra nə yaxşı qardaşın adına üçüncü uşağı yazdırıb, başqa bir kişinin adına yazdırıb. Aydındır. Bunun beyni yaxşı Aydındır. Gəlin burada müzakirəni mən dayandırmaq istəyirəm bircə dəqiqə. Çünki niyə? Esmira ilə bağlı xəbəriniz var. Axırıncı dəfə sərhəddi keçməyə cəhd edən, üzr istəyirəm, cəhd edən Esmira ilə bağlı xəbərimiz var. Əziz tamaşaçılar, Esmira mütləq olmalıdır. Niyə? Çünki 3 uşağın taleyindən söhbət gedir. 2 uşağın mən alınmasını çox təəssüf ki, yəni mən demirəm ki, analıq hüquqlarından məhrum olunsun. Bu çox qəddar mənə görə, çox qəddardır mənə görə. Şəfiqə xanım, mən anayam, siz də anasız. İstifadə eləyə bilər, istifadə eləyə bilər həmin hüquqlardan. Özünün yaşayış tərzini, gələcəkdə uşaqlara... Amma əziz tamaşaçılar, Esmira mütləq burada olması lazımdır o 2 uşağa görə. Üçüncü almasla bağlı dediyim kimi şok faktlar əldə etmişik. Şok faktlar. Mən Abdullah, sizi dəvət edirəm bura. Dünən çünki müzakirələrimiz yarımçıq qalmışdı, amma Esmira ilə bağlı. Almaz hardadır? Əməkdaşlarımız onunla bağlı hansı faktın üstünü açdı? Sədaya xanım, siz mənə burada bir söz dediniz. Burada tək mənə yox, milyonlar eşitdi sizi. Dediniz ki, bir Allahdan qorxuram. Nə varsa hamısını düzün danışacağım. Mən indi sizə sual vermirəm. Amma sizdən mən də tamaşaçıların qarşısında bir xahiş edirəm. Mən o balaca körpə ilə bağlı sizə sualım var. Amma xahiş edirəm ki, Həsənlə bağlı yox, balaca Almasla bağlı. Mən sizdən indi heç nə soruşmuram. Sadəcə fikirləşin, vaxt verirəm sizə. Çünki mənim müzakirələr var Abdullah ilə bağlı. Xahiş edirəm ki, mənim o uşaqla bağlı verdiyim suala səmimi cavab verəsiniz. Mənə o sözü verirsiniz ki, səmimi olacaqsınız, ya hə, ya yox. Valla mən o ilə... Yox. Onda sualımı verəndə o cavabı verərsiniz. Abdullah gəlmişdi, deyir ki, həyat yoldaşım uşağımı mənə göstərmir. Türkiyə vətəndaşı da əziz tamaşaçılar. İkinci həyat yoldaşım da Azərbaycanlıdır. Mikrofonu götürün, zəhmət olmasın. Evet. İkinci həyat yoldaşınız da Azərbaycanlıdır. 2014-cü ildə evlənmişsiniz. Qısa xatırlatmanı var, Şahin, izləyə bilərik. İzləyək, Abdullah nə üçün bizə danışa gəlmişdi və dünən bu studiyada nələr oldu? İzləyək. Abdullah, mənə söz ver ki, səmimi olacaqsan. Boşanma prosesində həyat yoldaşınız da var idi mi? Onun nümayəndəsi, vəkili, kimisə var idi mi? Heç kimsə yoxdur, boşanmışdıq. Boşanmağa vermənizlə bağlı qadının xəbəri var idi mi o qızın? Bəli. Var idi. Bəli. Yaxşı, bu ikinci uşağınızın neçənci ildə boşandınız? 2014'te. 2014'ün hansı ayında? 7. ayda olması lazım. 7. ayda. Bəli. Uşağınız nə vaxt doğulubdu? 2007'nin 7. ayın 11'i dünyaya gelip. Evli ola, boşanma olmadan siz başqa bir
qadınla evlənirsiniz və uşağınız da dünyaya gəlir. Siz ayrıla bilərsiniz, bu normal bir şeydir. Ayrıla bilərsiniz, övladınız da ola bilər. Amma Allah sənə kömək olsun. Heç olmasa qoyaydım bir bu ayrılaydım, boşanma baş verib qutaraydı ondan sonra da. Abdullah, dedin ki alimenti 6 ayda vermirsən. Neçə aydı? Hoş geldin hanım. Bana 7 aydan sonra bu bildiriş geldi. Deməli, İlk bildiriş o geldi. Başka bir şey gelmedi. Ondan sonra aliment ödemeye başladım. Yəni boşanma bu bildirişdir. Yani bu alimente göre yani 14'ünde gelip. Yaxşı, suallarıma cavab verin. Deməli, neçə aydır aliment vermirsiniz uşağa? Ben 980 manat ödemişim. 1090 manatla 1200'e yakın borcum kalıb. 1200. Evet. Yəni neçə ay olur bu? Neçə ay uşağa ödəmədiniz ki, alimenti ki sizi məhkəməyə verdilər? Beni yani dediğim gibi bana 7 aydan sonra geldi. 7 ay deməli 7 ay pul verməmisiniz də mən belə. Ben bilmirdim. Benim haberim yoktu. Yox, necə? Ay Abdullah, bəsdir də. Sən uşağın yeri. Yəni uşağa üzr istəyirəm. İcazə verin suallarımı verin. Başa düştüm de ben yani baştan kesilmeyip bana. Yox, heç məsələ yox. Bir dəqiqə, aliment heç kəsilməsin. Bu aliment sadəcə valideyn verməyəndə pulu qanunların, tətbiq olunan qanunlar əsasında ödənilməlidir. Bu ayrıdır. Bunu qoyuram kənara. Siz atasınız axı. Yəni bu qanunları qoyuruq kənara. Mənəvi bir borc var. Atalıq borcunuz vardı. Niyə siz uşağa aliment ödəmirdiniz ki, məhkəməyə qədər getdi çıxdı bu iş? Yani hoş geldin hanım dediğim gibi yani ben yani orada mahkemede aliment demediler, hiçbir şey demediler. Yani mahkeme baştan deseydi. Xoşgədəm xanım deyir ki, heç aliment demirlər. Sən də vermirsən. Məsələ ondan ibarətdir. Bu sənin uşağındır. Bu yiyib içməlidir. Sənin mənəvi haqqındır, sən ona verməyə də o pulu. Könüllü verməyə. Alimenti dövlət tərəfindən tutulur. Amma sən könüllü verirdin. Bir insanın tərəfindən də siz özünüz fikirləşmirsiniz ki, bu uşaq nə yiyir, nə içir, nə geyinir. Siz bilmirsiniz ki, ona baxmaq lazımdır, təmin etmək lazımdır, böyütmək lazımdır. Sizin o borcunuzdur. O uşağın, keçək uşaq məsələsinə. Uşaq, deməli, uşağın üzü göstərilmədən, xahiş edirəm, əlində yazıldığı o vərək ki var. Yəni, uşağın sənə qarşı, bax, bu şəkildə doldurulmasına sizin uşağınıza baxmamanız da səbəb ola bilər ki, mən bunun əleyhinəyəm. Bəli. Hoş geldin hanım, ben arada gedirdim. Pazarlık da eləyirdim. Yani orada komşu vardı, komşunun evinde görüyordum ben. Yani onlar bakıyordu, özü işleyirdi. Orada kaldı, orada hem pazarlık eləyirdim, hem görürdüm. Ondan sonra Deyirəm, bəlkə bu ikinci həyat yoldaşınız sizə imkan vermədi ki? Yok, onunla yani o razıdır. Yani o biri həyat yoldaşınızla bir yerdə sizə boşanmamısınız? Yok. Boşanma asılı məsələ deyil. Aliment məsələsi boşanma da aliment əgər məhkəmə qətnaməsi var, icra məmuru göndərib vaxt qoyubdur. Əgər siz ödəməsəz, inzibati məsul cəlb oluna bilərsiniz, həbs oluna bilərsiniz. Eyni zamanda cinayət məsuliyyəti 36-cı maddəyə cinayət məsul cəlb oluna bilərsiniz. Əgər siz ödəməsəz, sizi 3 il müddətə kimi azadlıqdan məhrum etmə gözləyir. Siz ödəməlisiniz. Əgər siz ödəməsəz, Ədliyyə Nazirliyi, icra qurumları sizin barədə tədbir görəcək. Sizin borcunuzdur, sonunda niyə ödəmədiniz, bunu keçək üstündən. Yaxşı. Dünən xanımınız gəldi bura. Amma çıxmadı. Niyə çıxmadı? İndi çıxar, xahiş edəyərik çıxar. Bir, ikincisi, siz... Mən necə çıxdıysam buraya... Ay Abdullah, mən sənə demişəm kömək eləyəcəm. Çox sağ ol, Allah köməyin olsun. Amma məsələ ondadır ki, siz uşağınızla özünüz həqiqətən görüşə cəhd eləmişsiniz. Uşağınız sizlə görüşmək istəyir. İstəmirsə nə səbəb istəmir? Şəfiq hanım, uşaq bəndən nəfəs alırdı. Qonşuda şahiddir. İnanır mısın,
Bana nefes ver, kucaklayırdı. İndi Hatta qucaqlayır, şəkillərimiz də indi var. istəyirsən, istəmir. Anons. Yani şəkillərimiz de var hanım. Yani Aytaş'la şəkillərimiz de var. Təbii ki də o bir yerdə olanda şəkilləriniz olacaq. Yok. Amma ikinci dəfə evlənəndən sonra olmayacaq Yok, şəkilləriniz. gittiğimizde şəkillərimiz var Şefik Hanım. 8 ili tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Böyük bacım da öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Aydındır. Şəfiqə xanım, Olmamam, balı iddia qaldıra bilər. Orada da Onu Ali izah Məhkəmə eləmiş qərarı idilər. iddia qaldırıb görüşə bilərsiniz. Amma ünsiyyətdə olmaq, görüşmək hüququ təmin olunacaqdır bir məna şəkildə. Ya amma buna baxmayaraq siz alimenti dönməlisiniz. Mən o xanımın hüququnu müdafiə edirəm ki, ilk növbədə o xanım deyərəm müraciət eləsin mənə. Siz birinci alimenti ödəməlisiniz. bu nə deməkdir? Bəli. Mən o xanımı müdafiə edirəm çünki ona görə ki, bəli. Bilirsiniz, Xoşqədəm xanım, mən belə borclu olan şəxsləri mən müdafiə eləmirəm alimentlə bağlı. Mən alimentlə bağlı tələbkarı, xanımları müdafiə edirəm. Aliment, uşaq üçündür. Nə xanım üçündür. Bir saniyə Adəm bəy. Bircə saniyə. Vəkil birinci hər kəsi müdafiə etməlidir. Bunu qoyuram bir kənara. Amma mən sizə bir şey deyim. Yox, mən o şeyə götürmürəm. Bəzi atalar var. Aliment vermir. Uşaq böyüyəndən sonra gəlib çıxır ortaya, deyir ki, mən buradayam, gəlmişəm, uşağı da anaya qarşı çevirir. Bu belə. İkinci bir atalar var ki, əlindən ana uşağı alır, kim haqq verir o qadına ki, o uşaq elə yazsın? Kim haqq verir? Kim haqq verir Adəm bəy? Nə yazmasına asılı olmayaraq, nə yazılmasına asılı olmayaraq, uşağa baxılması borcudur, bir məna şəkildə. Mən necə işlər götürmürəm, bu aliment borcu olan şəxslər üçün götürmürəm. Yox, o mənim də... Vəkilin ixtiyarı yoxdur. Vəkil aliment verəndə götürməlidir, aliment verməyəndə götürməlidir, ünsiyyət verəni də götürməlidir, ünsiyyət verməyəni də götürməlidir. Vəkilin işi vəkillikdir. Yoxsa mən bunu götürürəm, bunu götürməm. Xahiş edirəm, bir saniyə. Yox, kimi müdafiə edirsiniz, deyil, mənim könüllüdür, siz onu müdafiə edirsiniz. Şəxsən mən vəkil olmasam da, bəli, mən heç kimlə mübahisə eləmirəm. Kim kimi müdafiə edir, özü bilər. Mən şəxsən burada gəlib görüşməyə, görüşməkdən də söhbət gedir. Bir saniyə, xahiş edirəm, gəlin bu müdafiə məsələsini qoyaq bir kənara, daha ciddi burada məqam var. Biz də həmişə niyə çalışırıq ki, bu verilişdə, bu maarifləndirici bir verilişdir. Burada siz də azadsınız, istədiyiniz şəxsi müdafiə edə bilərsiniz, Şəfiqə xanım da. Amma məsələ bundadır ki, o uşağa psixoloji cəhətdən nə qədər təsir edib, mənim atam ölüb, sonra alimenti və uşaq atasının ikinci şəkili gəlsin ekrana, xahiş edirəm. Uşaq atanın şəklini cırır Adəm bəy. Xoşqədəm xanım, mən o yazıb veriblər. O uşaq cırmıyır, bəli. Mən də uşaqlarına işləyirəm. Bu uşağın işi deyil, o yaşda olan bir uşağın öz işi deyil. Amma düzgün eləmir. Mən qəbul eləmirəm ki. Aliment vermədiyi üçün. Mən buradan səslənirəm. Bir saniyə. Aliment vermirsə bu kişi uşağa o cür psixoloji təsir etmək olarmı? Olmaz. Ümumiyyətlə uşağa alət seçmək olmaz. Psixoloq var, qoy izah eləsin. Onlar olmaz. Daha mühakimdir. Bu uşaq bu prosesdə qurbanlıqdır. Bu kişi ilə keçmiş həyat yoldaşı arasında konflikt var, uşaqdan istifadə edirlər və ola bilər ki, onlar nə vəziyyətə gətirib ki, xanımı bu Abdullah kişi, xanım şəkli cırıb, bir dəqiqədə bu fikrim. Heç bir vəziyyət ona haqq vermir şəkli cırsın, xahiş edirəm, psixolog kimi. Mən də deyirəm ki, həmin situasiyada demək istədiyim başqa bir şeydir. O xanımın çəkdiyi müqabilində niyə kişi bunu məhz götürüb, o biri şəkilləri götürmür, bunu niyə efirə veribsiz? Ya bir dəqiqə. Siz əgər bir xanımla, keçmiş həyat yoldaşınızla, əgər probleminiz varsa, niyə bunları çıxarırsınız? Niyə xanımınıza qarşı, keçmiş həyat yoldaşınıza qarşı, niyə bu haqsızlığı edirsiniz? Niyə uşağı ortaya qoyubsunuz? Uşağıyla görüşmək istəyir də. Xoşqədəm xanım, o aliment kəsilməyənə qədər adam ortalıqda olmayıb. Mən çox istəyirəm bu xanım gəlsin ortalığa. Bu xanım gəlsin ortalığa. Alimentin aidiyyatı yoxdur axı görüşə. Görüşə, ata ilə. Yaxşı ata. Heç bir halda xanım yaxşı ataya
problem yaratmır. Heç bir şey əsas Nəinki atanın? Burada sizlə razı deyiləm. Ata yaxşı olsaydı xanım icazə verər. O ata deməli pis olsa vermir. Yəni mən yenə deyirəm, mən pis ana ola bilərəm. Mən həyat yoldaşım pis ata ola bilər. Amma bizim münasibətlərdə uşaqlarımız qurbanlıq olmamalıdır. Mən onu demək istəyirəm. Anası gəlmir. Nəinki atanın şəklini cırmaq, ümumiyyətlə uşağa belə şey aşılamaq olmaz. Nəinki atanın şəklini Sözünü cırmaq. yazmaq nə dərəcədə ağır bir sözdür. O uşağın gələcəyi var, bunun psixologiyası O görür. uşaq dərk edir, ölmək sözü nədir? O uşaq heç başa düşür, ölüm nədir? Amma indi düşünün də, o uşaq dərk O etmir uşaq ki, bu əlinə yaşdadır aldı ki, ki, heç atam ölümü ölüm. bilmir. Amma O uşaq mənim atam huzurunda nə ölüm, yazılır? dərk Amma etmir. illər sonra düşünəcək. Abdullah kişi, o uşaq oxumağı bacarır, o uşaq yazmağı, o uşaq dərk eləmir, o qurbanlıqdır. Mən çox istərdim xanımı gəlsin. Xanım buradadır. Mən inanmıram Mən ana dəvət edirəm öyrədib xanıma. onu. Buyurun Rəna xanım studiyaya. Xoş gəlmişsiniz. Bir də münasibət bildirib, ümumiyyətlə bizdə cəmiyyət çox boşanan şey. Burada yaşıyor, burada yaşıyor. Üzr istəyirəm Adəm bəy. Rəna xanım, bütün hər kəs istəyir ki, siz studiyaya çıxarsınız. Həyat yoldaşınız Abdullah da deyir ki, buyurub gəlsin studiyaya. Mən necə deyir, gəldim, çıxdım, hər bir fikrimi izah etdim. O da gəlsin deyir. Necə? Mən çağırdım. Siz çağırmaq istəyirsiniz. Bəlkə də xanımın da deyəcəyi sözlər var. Bəlkə də haqlı səbəblər var. Buyurun, siz çağırmaq istəyirsiniz. Mən çağırdım. Xanım buradadır, amma deyir ki, mən gəlmirəm. Niyə gəlmir? Mən bilmirəm, mənim üçün maraqlıdır. Niyə gəlmir? Rəna xanım, niyə gəlmir? Bəs axı dünən dedi o gəlmək istəyirəm. Mən mikrofonu tutmuşam. Xahiş edirəm, sakitlik. Efirə çıxmamaq o demək deyil də, yəni mən səhvəm. Çox xahiş edirəm. Orada tək Abdullah danışır, yəni mən danışmıram deyə günahkar deyiləm. Xahiş edirəm sizdən hər şeyə diqqətlə qulaq asın. Bir dənə sual, mən dünən də sual verdim. 3 il ərzində o insan gəlib uşağını görməyib. Siz niyə məni başa düşmürsünüz? Bir saniyə. Abdullah, xahiş edirəm. Sakitçiliklə 3 il ərzində mən deyirəm ki, o uşağını görməyib. Həqiqətən o şəkillə də mənim əlaqəm yoxdur. Mən kim eləyib? Zəif deyiləm. Bir saniyə, Abdullah, xahiş edirəm mikrofonu. Mən zəif deyiləm ki, uşaqla ondan qisas alım. Təzədən ona qayıtmayacam, barışmayacam. Tək tələbatım alimentdir. Mən sizə deyirəm, əgər bir ay sonra o uşağı ilə maraqlansa, mən xahiş edirəm. Abdullah, ödəməyib 1481 manatdan cəmi 700... Sakitlik yaradın da. Abdullah, icazə verirsənmi? Ancaq ona şans verilir. Yəni mən 2 il ərzində cəmi 785 manat pul ödəyib. Bəli, o da subutlarım da var. Və uşağın gəlib görməyib. Əgər mən ona icazə verməmişəmsə, sual verin. Niyə gəlib iddia ərzəsi qaldırıb uşağını görmə haqqı almır? Niyə bunları eləmir? Xahiş edirəm, qanunla danışın orada. 2 il ərzində əgər o gəlib gəlibsə, mən ona heç vaxt mane olmaram. İndi də gətirmişəm, mən qarşı çıxsaydım gətirməzdim. Uşağıdır, görməlidir əlbəttə. Xahiş edirəm, bir tərəfli danışmayın. Dünənləri orada, onun o gizli 7 aylıq hamilə qadına toy eləməyi, o... Görürsünüz? Bəli, toy eləməyi. Bəs, Xoşqədəm xanım, mən də bir Xoşqədəm xanım. Abdullah, bir saniyə. Xoşqədəm xanım, mən də qadına, mənim də hüquqlarım var. Xahiş eləyirəm sizdən. Mənim ailəmə heç kimsə təqdir eləyəməz. Doğru. Bir saniyə. Gözəmlə cinayət şahsılar. Bir saniyə. Bəsdir. Doğrudur. Biz Abdullah burada öz uşağını görmək üçün gəlib. Abdullah, keçən dəfə sən Xoşqədəm xanıma dedin ki, biz deməli qəzaya düşmüşdük. Bəli. Qəzaya düşəndə xəstəxanada yatdı həyat yoldaşım. Bax bu, bir dəqiqə. Sən qışqırmaqla deyil, mən onun yanında qaldım. Qoymadım ona anası qulluq eləsin, mən qaldım, mən ona qulluq elədim. İndi nə oldu ki, laf tutaq ki, siz ayrıldınız, xasiyyətləriniz düz gəlmədi. Onda insan anasının uşağının evladına beləmi eləyir? Sən bir ailəni tutursan göylərdə, bir ailəni çırpırsan yerə. Bu da sənin həyat yoldaşın olur. Bu da sənin uşaqlarının anası olur. Əgər o istəməzsə, gördünüz nə dedi? Uşağı bura gətirmişəm. Bəli, görüşmək üçün uşağı gətirmişəm. Sizinlə görüşəcək yoxsa yox? Yox, gəlin ona, bir saniyə. Gəlin, hər deyilən, siz axı vəkilsiniz və birinci iş deyil çıxırsınız. Yüzlərlə işə çıxmışsınız. Elə biz hələ dəfələrlə mən sizə işlər vermişəm. Bilirəm nədir. Amma siz
hər vəkil düzdür, müdafiə etdiyini müdafiə etməlidir. Haqsız da olsa müdafiə etməlidir sona qədər. Amma gəlin belə qoyaq hər ikisinin kənara. Siz inanırsınız Abdullah'ın da dediklərini, onun da dediklərini. Hər kəs özünü müdafiə edir. Bəli, hər kəs özünü müdafiə edir. Müdafiə nədir burada? Əgər gedib görüşməyə cəhd edirsə, bu baş tutmursa, geçsin məhkəməyə müraciət etsin 20 gün ərzində. Yəni, hansı ki, artıq başa düşür ki, bu şəxs... Niyə bütün Adəm, niyə bütün valideynlər məhkəməyə müraciət etməsin, əslində... Belə ola bilməz ki, elə könüllü surətdə olsun. Yox, əslində, əgər imkan vermirsə, qarşı tərəf buna maneçi törədirsə, əgər xanım bunu imkan vermirsə, şərait yaratmırsa, qapıdan içəri buraxmırsa, bunun çıxış yolu məhkəmədir. Mən məhkəmənin çıxış yolu göstərmirəm. Mənim tövsiyəm bundan ibarətdir ki, ay valideynlər, gələcəkdə ailə münasibətləri korlansa da belə, uşaqdan ailə kimi istifadə eləməyin, uşaqdan sipər kimi istifadə eləməyin. Uşaq valideynlərlə ünsiyyətli olmalıdır. Ümumiyyətlə, atı ilə görüşməyən də uşağın psixolojisine təsir edir bu gələcəkdə də. Ata natamam böyür, uşaqda çatışmamazlıqlar baş verir. Mütləq atı ilə ünsiyyətli olmasa şərait yaradır, könüllü şəkildə. Münasibətlərinizi elə məsələlər var ki, uşaqla bağlı məsələdə bütün gərginliyi, bütün münasibətləri, pis olan münasibətə kənara olmaq. Məhkəmə işi nə yerdədir Abdullah? Məhkəmə işi Məhərrəmlə yaxın bəni tutturub 10 gün. 10 gün sıqqa verdirib. Yəni, bəlkə... Neyse 10 gün yəni yoxdur, yəni alimenti verməmişsən tutturmaq deyil. Qanunla sən cəzanı çəkmişsən. Ay sağ ol. Ondan sonra Məhərrəmlikdə girdi, işlər dayandı. Şu anda imkanım da yox. Yəni Azərbaycanda təkəm, heç kimsənim yoxdur yəni. Dayanacaq gücüm yoxdur. Ben ne yapayım ben? Bu birisi arvadım uşağın çörək yiyir. Evdə arvadım var. Uşağım da var da. Onlar çörək yiyirlər. Minimal o da çörək yemək istəyir. Şəfiq Hanım, bir dəqiqə. Minimal 117 manatda düzdür. Bu ildən də, bu 2016-cı kəsilən alimentdən minimal 117 manat. Yəni 100 manat var. Yəni 100 manat oldu da sizə həmən dövrdə minimum uşaqlar üçün 100 manat olub. Keçən ya inişi. 103 manatı ödəmək. Yəni hər bir uşağa bəs edər. Onu bəs eləyər. Əsas mühakəmə. Bəli, öz fikrimi deyim. Efirə girəndən dedim ki, mənim aləmi... Fikrin desin, sual ver də. Siz uşağa minimal 103 manatın dövlət tərəfindən, məhkəmə tərəfindən müəyyən olunmuş 103 manatı belə ödəmək istəmirsiniz. Ben bir sözüm deyə bilərəm. Buyurun. Normalda boşanma olanda uşağa ata görmə haqqı verməsi lazım. Bir dəqiqə. Yəni ikincisi də boşanma ərzində deməsi lazım ki, hakim, deyəcək ki, sən bu aydan sənin alimentin ödənməsi lazım. Bana bildirməsi lazım. Demir də, hakim demir də, bəs özün ödəməlisən. Məhkəmə tərəfindən bildiriş gəlmir. Mənim ailəmin, ikinci ailəmin adını heç kim çəkməsin. Çünki onlar burada düz dedi də, müzakirə obyekti deyil. Tamam, Xoşqadan xanım, onu qoydum kənara, olmasın. İndi sənin həyat yoldaşın arxadan dedi ki, uşağı da gətirmişəm, bir dəqiqə mən fikrimi deyim. Uşağı da gətirmişəm və sən burada o uşaq üçün də ailə modeli sənsən. Sən bugün ikinci ailəni müdafiə elədiyin kimi o uşaq üçün də ailə sənsən. O uşağa götürürsə ailə sağlığı verəndə. Onu, uşağımı hökumət əli ilə görmək istəyirəm. İndi göstərəcək 2-3 gün sonra yine aynı hərəkətlər edəcək. Yox, biz dedik də, mən Şəfiqə xanımdan xahiş eləmişəm ki, Şəfiqə xanım, xahiş edirəm ki, Abdullah'ın hüquqlarını, bax sizdən artıq dərəcədə xahiş edirəm. Bir vəkil kimi qanunlarımız nəyi tələb edirsə, qanun çərçivəsində Abdullah'ın, yəni bütün məhkəməyə müraciət edəcəksiniz. Onun haqqı pozulmayıb, Xoşqədəm xanım. Bir dəqiqə. O dedi ki, mən 10 gün bununla bağlı mən islah işinə götürürlər. Məsələ burasındadır. O haqqı versəydi, o xanım uşağı göstərməzdik. Mən bir məsələyə toxunma, eğer düzdür. O özünü qorumaq üçün bura gəlir. Mən bir məsələyə toxunmaq istəyirəm. Bu kişi, deyən o gəlib həbsdən yayınmaq üçün. Bəli, o həbsdən yayınmaq üçün. Bir dəqiqə, Abdullah. Siz gedin, cəriməni verin uşağınızı. Bu kişi bura gəlir uşağı ilə görüşmək üçün. Bunun o tərəf, qarşı tərəf gəlməyib ki, bu mənə aliment vermir. Ora gəlməyən tərəf görə bilər. Atalar hamısı aliment verməlidir öz yerində. Amma hal-hazırda
Bu kişi bizə müraciət edib ki, mən uşağımla görüşə bilmirəm. Nə düşmüşük bu kişinin üstünə? Sən aliment vermirsən, sən qaçırsan, biz səni məhkəməyə verəcəyik, biz səni tutturacağıq, belə eləyir. Bu kişi uşağı ilə görüşməyə gəlib də. Qoy o qad, niyə? O cəriməni versə də, verməsə də uşağı ilə görüşə bilər. Bəli. O görüş ayrıdır, bu ayrıdır. Uşaqla görüşməlidir. Uşağı kimsə ayıra bilməz atadan, O anadan. başqa məsələ. Düşüb də kişinin üstünə ki, belədir. Əgər də soyacaq da sən uşağının qulağı işdə deyirsən ki, mənim ailəmin adını çəkməyin. O uşağın beynində ailə modeli sənsən. Abdullah, o uşağa ikinci ailə maraqlı deyil. Mən bir şey... Özünüz uşaqlardan istifadə edirsiniz, anası da səndə. Mən bir saniyə, mən bütün ekspertlərimizdən xahiş etmək istəyirəm. Axı, niyə biz bir-birimizin fikirlərini, belə deyək, sakit şəkildə dinləmirik? Xahiş edirəm, sakit şəkildə, tonlar sakit. Axı, burada bu adam davaya gəlməyib. Bu adam deyir ki, mən gəlmişəm, uşağımı görmək istəyirəm. Yardım edin mənə. Uşağımı itirə bilərəm. Ben yalnız deyirəm ki, ben Azerbaycanım var, Türkiye var benim hakkımda. İki devlet bir milletimiz. Abdullah, bu elə bir dərin, bir ciddi problem deyil, bu adi deyil. Məişət səviyyəsində olan bir problemdir. Bu məsələ... Hamını göndərir məhkəməyə ki, məhkəmə səviyyəsində olan məsələ. Ay Baloğlan mənim, bir saniyə, Baloğlan mənim baxır, başım buluyur, baxır, başım buluyur. Valla mənim hamıya bir hörmətim var. O bayaq mənlə görüşdü, elədi, yəqin ki, tanıyır da mənim. Mən heç kimin şeyinə danışa bilmirəm, qalmışım, belə baxırım. O uşağın əlindəki o şəkili görürsünüz, Baloğlan mənim. Amma onu görürəm, ancaq bilirəm ki, o uşağın şəkli getməz o şəkili belə cırıb saxlamaq. Kimsə onu qabaqcadan onu hazırlayıb verir, bunu bilirəm. O şəkili... Ana çıxmır da, mən bilmirəm. Yox, siz, xeyr, siz. Dinləyək, xahiş edirəm. Oğlu ilə oynayanda, o Abdullah öz soy şəkillərini qoyanda WhatsApp-a qısqanclıqdan eləmişdi onu qızım. Özü də buradadır, soruşa bilərsə. Hətta mən onu danladım ki, belə bir şey eləmək olmaz. O, yəni, sübut deyil. Mənim üçün maraqlıdır. Yəni, o uşaq şəkili cırıb verib ona, qıza da. Şəkili kim çəkib? Şəkili də oğlan çəkib, hə, Rəna? Hə, şəkili də o çəkib. Yəni, ana deyir ki, mənim xəbərim yoxdur. Kim çəkib? Dünən də ana dedi ki, mənim xəbərim yoxdur onunla. Heç bir başqasının evladını bu hərəkət eləməz. Elətdirməz. Yaxşı, istəyirsənmi, uşaqla görüş üçün bura gəlmişsən, hə? Bəli. Hə, gəlmişsən. Bu alimenti nə vaxt verəcəksən indi, borcunu? Şu anda imkanım yoxdur. Sizdən xahiş edirəm, biraz işləyim. İnar mısınız, işlerim de yok, dayanıb. Qalmışam böyle, Türkiye'den de pul gelecekti. İndi bir aya verəsən, 2 aya verəsən, nə vaxt verərsən? İnşallah Meryem'le işim olduğunca söz verirəm. Bu kadar milyonların içinde söz verirəm. Bundan sonra vereceğim, o benim evladımdır, canımdır, ciğerimdir. Stabil, her ay 100 manat verməsən. Ben alimente göre demirəm, ben ömrüm boyunca son nefesime kadar ben kızımın arkasındayım. Söz olarak yok, konkret olarak alimenti de siz. Ola bilər də. Alimenti ödəmirsiniz diye arkasındayım. Şu anda imkanım yok. Uşağı bunu gözləmirəm. Uşağın yaşamağı var, qidası var. İmkanım yoktu, şu anda imkanım yok. Vallahi inanır mısın günler? 5-10 manat pul olur, o da Bir saniye. Ben ne yapayım? Bir saniye. İndi bu adamın işi elədir ki, yəni bunlar hamı saç ustasıdır bu adam. Saç ustasıdır, yəni... Xoşqədəm xanım, o bura gəlibsə, deməli uşağını istəyib gəlir. Bildiniz, kişiləri bir köydən tuturuq gətirə bilmirik ki, gəl uşağıda yedir. Gəlibsə uşağını Biz Esmiranı qaçırtmışıq, uşağını atıbdır, gətirib tanımadığı bir qadının, tanımadığı deyəndə yaddır da, nə olsun ki, bacısının qaynanasıdır. Gətirib onun qapısına atıb 8 yaşlı uşağını gedibdir. Bu kişi deyir ki, mən uşağımı istəyirəm də, görmək istəyirəm. Burada nə var ki? Ay Abdullah, uşağı gətirib də, amma mən efirə çıxarmayacam da onu. Sən istəyirsən, uşaqla görüş, bir danış, sonra təkrar gəl görək ki, uşaqla münasibətlər necədir. Uşaq bizim yuxarıda otaqdadır,
6-cı mərtəbədədir. İndi gedin ora. Mən əməkdaşlarımızdan xahiş edəcəm. Şu anda Özgədəm hanım, şu anda o uşağın psikoloji bozulub. Görüşmək Ona istəmirsiniz? psikolog lazım. Başa düşürsən? Yəni bana səslər göndərib, ata səni Psikologumuz buradadır da. Elnur, qal, xahiş edirəm səndən. Sən də get. Hər halda bir psixoloq kimi görəcəksən, biləcəksən hər şeyi. Ki, yəni necədir, nədir? Hətta bilirsiniz necə? Mən deyirəm ki, bir 5 dəqiqə gözləyin, uşağı endirsinlər, amma studiyaya çıxmamaq şərti ilə 1-ci mərtəbə. Çünki getmək, gəlmək bu biraz vaxt aparacaq, çox çəkəcəkdir. Bizim əməkdaşlarımız uşağı 1-ci mərtəbəyə yendirsinlər. 5 dəqiqə sonra sizi mən yola salacağım. Gedirsiniz, Elnur müəllim, siz də bir baxırsınız, danışırsınız, uşaqla söhbət edirsiniz. Hər şeyi hiss eləyəcəksiniz ki, uşağın psixoloji durumu necədir. Amma əgər o şəkli mən görmüşəmsə, mən gördümsə, mən açıq deyim ki, mən şübhələnirəm ki, o uşağa təzyiqlər olubdur, atası ilə bağlı. Bəlkə də mənfi fikirlər söylənilibdir. Yəni, qız uşaqları ataya düşkün olur. Gəlin, etiraf edək ki, qız uşaqları ataya düşkün. Uşaq onu dərk eləmir. Adib ola bilər, kağız veriblər, çəkdiriblər. Uşaqlara psixoloji təsir olur. Əgər ata uzun müddət uşağı görməyibsə, olur. Mən istəyirəm ki, bütün bizi izləyən analara, atalara müraciət edəm. Bu veriliş nə üçündür? Bu tip verilişlər bəzən müxtəlif bir mənalı qarşılanmır. Bəzən ola bilər ki, etiraz edəsiniz, narazılıq edənlər də olur. Amma bu, sırf maarifləndirici bir verilişdir. Bu atanın durumunu gözünüzün önünə gətirin, vaxtında ayrıldınızsa uşağının alimentini verin. O ananın durumunu gözünüzün qabağına gətirin, uşağı görürsünüz, burada qınanılır. Bəlkə də o ana yazmayıb, and içir, hər halda mən ona inansam, ana deyir ki, mən bunu eləməmişəm, bunu başqaları eləyibdir. Etiraf da elədi burada, bəlkə də həqiqəti deyir o ana. Amma görürsünüz, qına obyektidir. Xahiş edirik sizdən, xahiş edirəm sizdən, ayrılarkən övladlarınızı qurbana çevirməyin, öz ambisiyalarınızın, öz egonuzun qurbanına çevirməyin uşaqları. Onlar Azərbaycanımızın gələcəyidir. Onlar bizim vətəndaşlarımız, onlar gələcəyin həkimi, müəllimi, iqtisadçısı, elm adamıdır. Siz onların uşaqlıqkən təsir etdiyiniz o psixoloji durumu gələcəkdə onların bizim üçün yararlı bir vətəndaş olmasını belə sual altına alır. Bunları düşünmək lazım. Bir əlavə kimi edəcəm. Hətta boşanmasalar belə bugün ailələrdə bəzən görürük ki, ərlə arvad arasında münasibət pis olanda, tutaq ki, atanın dediyini ana inkar edir, ananın dediyini ata inkar edir. Əslində ər və həyat yoldaşları arasında problem var. Ona görə də mən ailələrə səslənirəm. Evdə söz bir olmalıdır. Əgər ata yox deyibsə, ana da yox deməlidir. Ana yox deyibsə, ata da yox deməlidir. Öz egolarına görə uşağı qurban verməsinlər. Boşanma bir tərəf, hətta ailədə daxili konflikt olanda belə bunu gözləsinlər. Aydındır, uşaq gəlsin, o gələnə qədər mən istəyirəm ki, sponsorlarla bağlı məlumatları oxuyum, amma yenə də sual vermək istəyirəm. Esmira ilə bağlı nə xəbər var? Esmira ilə bağlı. Aydındır. Mən istəyirəm ki, sponsorlarımıza bağlı məlumatı oxuyum. Mən qeyd edim ki, Pərvanə ilə də bağlı mənim deyəcəklərim olacaqdır. O qısa anonsu izləyək və mən qısa anonsları izləyək Şahin. 8 idi tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Böyük bacım öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Bizim əməkdaşlarımız deyir ki, gəlibdir. Qızın adı Aytac idi, hə? Uşağın adı. Aytac gəlibdir. Buyurub buradan keçə bilərsiniz Elnur müəllim. Gedin. Mən də o səhnəyə şahid olmaq istəyirəm. Amma təbii ki, göstərməyəcək bunu. Burada olmaz. Olmaz. İstəmirəm ki, mən uşaq, siz gəlin, bircə saniyə. Elnur müəllim, siz bir söhbət eləyin. Öncə söhbət eləyin. Siz əyləşin burada hələlik. Əyləşin hələlik.
sizə, buyurun. Bu görüşdə axı, orada psixoloji mütləq ekspertizaya göndəriləcək. Gör, valideynlər münasibətləri nə həddə gətirirlər, əziz tamaşaçılar. Məhz uşaqlar düşür. Bu ümumiyyətlə halda düşünmürlər. Ədli orqanları. Mənim ürəyim ağrıyır. İnanın mənə ki, mənim ürəyim ağrıyır. Aslında bu dəqiqə ən çox pis vəziyyətdə olan uşaq. Travmalan uşaqdır. Valideynlər deyil, Çünki qətiyyən. o uşaq az yaşlı olduğuna görə həyatda gedən bütün proseslər ona tez təsir edir. Onun gələcəyi Böyük insan gərginlik olanda müəyyən müddətdən sonra gərginlikdən çıxa bilir. Amma uşaq qətiyyən çıxa az yaşlı olduğuna görə onun şuur altına olacaq. İllər sonra o uşaq öz həyatında başlayacaq onu irəli aparmağa. Hər zaman düşünəcək. Uşaq heç vaxt o şəkili unutmayacaq. Qətiyyən, o şəkildə uşaq heç vaxt onu Nəinki atasını, ümumiyyətlə elə uşağa aşılama olmaq doğru deyil. Şəxslər, qonşular, qohumlar daim mübahisədədirlər. Şahin. Nə oldu? Görüşməyə indi söhbət başqa bir şeylər var ortada. Bu efir üçün deyil. Siz bizə icazə verin, biz uşağı götürək mərkəzə. Uşağı hazırlayaq, çünki uşaq özdə travma almış uşaqdır. O hazırlayaq, ondan sonra ata ilə görüşək. İndi görüşdürə bilərik, problem olmaz. Yəni onsuz da mən efirdən kənar demişəm. Əgər gətirmişəmsə efirdən kənar, biz istəyərik bunu ki, uşaq görüşsün. Sabahdan biz uşağı götürərik mərkəzə, ona bir psixoloji dəstək göstərək. Mənə elə gəlir Elnur, uşaq indi elə belə istəsə də, istəməzsə də atasını görməlidir. Çünki o deyir ki, uşaq gileylənir ki, hamının atası onu qucaqlayır, mənim atam indi deyir ki, mənə qucaqlamayıb. Əsəb keçir, ona görə uşağa psixoloji təsir olur. Bəlkə qalxın siz gedin. Oraya görürsün uşaq. Mikrofonu qoyun bura. Sərbəst şəkildə gedin. Yox, niyə uşağın istəyinə? Ata uşağını görmək istəyir. Buyur, atası getirmiyor, elə şey olmaz ki. Şimdi gen iştirak edin. Buyurun. Qoy görsün də. Qanun tələbidir. Əslində, Gör, atam gəlməyib, atam məni qucaqlamayıb. Hüsiyyətlə bağlı olur. Problemlər adında psixoloqa çağırmaq. Qanun tələbidir. Qanunun tələbidir. Ali məcəllədir. Yox, açma. Gözlerimden akan yaş acıları açar olur mu? Sen hala Yəni, dedin, buyurun. Aytaç. Bu heç bir məna. Aytaçdır, bir saniyə, bəli, Aytaç. Təsir eləyiblər ki, atanla görüşmə. Görüşmədi. Təsir eləyir. Təsir göstərir. Təsir göstərir. Mütləq təsir göstərir. Psixoloq yox, psixoloji ekspertiza lazımdır. Məhkəmədə deyir ki, psixoloji ekspertiza. Hələ ki, uşağı bəndən soğutublar. Hələ ki, biz məhkəməyə müraciət eləyəcəyik. Alınmır. Eləyəndə mən eləyəcəm onu. O başqa, o mərhələdə eləyərsən. Yəni, bilirsiniz necə? Hazırda, bəlkə söhbət edelim uşaqla. Elnur müəllim. Hazırda eləmir Bir uşaq. saniyə, bizim reklamlarımız var, hə Şahin? Gəl psixoloq var. Reklamlara ayrılaq, amma yəni bu səhnə ki var, hansı ki mən istəmədim ki görsün. Uşaq həqiqətən də atasını istəmir görmək. İndi bir-biri onu Allahı bilsin, o qadın bilsin, soyudubmu, ya uşaq əgər atasının hərəkətlərinə görə ondan imtina edir, mən deyə bilmərəm. Reklamlardan sonra Esmira ilə bağlı və ya onun balaca qızı almasla bağlı açıqlanacaq o şok faktlar sizlər üçün açılacaqdır. Kanalı dəyişməyin və bilin ki, uşaqlara qarşı necə davranmaq lazımdır. Ailələrdə bu bilinməlidir, övladlarını atanlar. Diqqətlə izləyin.
8 idi tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Böyük bacım öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Hər kəs, yəni Aytaca çox üzüldülər. Abdullah, inan mənə ki, telefon zənglərimiz dayanmır. Hər kəs, təşəkkür edirəm tamaşaçılarımıza ki, dəstək verirlər. Hər kəs deyir ki, o kişinin alimenti təbii ki, verməlidir. Biz onun alimenti verməməsini dəstəkləmirik. Amma övlad ataya göstərilməlidir. O sizin şəxsi əmlakınız deyil. Qadın uşağı götürübsə qadına aiddir bu sözüm, kişi də götürübsə kişiyə aiddir. Uşaq ikinizin, ikinizindir. Buyurun Baloğla mənim. Çox təəssüflənirəm ki, Aytac mahnısı ilk dəfə Azərbaycanda mən oxumuşam. Məndən sonra bütün xanımlar, analar uşaqlarına Aytac adları qoyublar. Kütləvi şəkildə o mahnı məndən sonra yayıldı. Mən uşağın yanına getdim, o məni gördü, qucaqlaşdıq. Dedi, görmək istəmirəm, hə? Valla çəkdim biraz onu qırağa ki, bir fikrini öyrənim, bildim. Dedim, bəs ata ilə görüşmək istəyirsən, dedi, yox. İndi mən bilmirəm, ona psixoloji təsir mi olunub, belə cavab verdi. Yəni, neysə, bir-iki dəfə soruşdum, mənə yox dedi. Baloğla mənim, burada bizim psixoloqlarımız oturub. Bəlkə mən onlara işinə müdaxilə edəcəm. Amma hər halda mən də psixoloq olmasam da, belə deyək də. Ona yaxınam. Mənim diplomum yoxdur, amma mən neçə illərdir insanlarla işləyirəm. Xüsusilə də uşaqlarla. Mən uşaqları çox sevirəm, çox bağlıyam onlara. Mən istərdim ki, mənim... Heç bir uşaq ata və anasından imtina edə bilməz. Bir də o yaşda uşaq. Bunu kimsə mənə deyə bilməz. Mən istərdim ki, o mahnını mən yazmışam o uşaqlara. İstəyirəm onların hamısı xoşbəxt olsun. Bütün uşaqlarımız xoşbəxt olsun, Baloğlan mənim. Təkcə Aytacılar yox. Bütün uşaqlarımız xoşbəxt olsunlar və mən sizə veriliş başlayanda dedim ki, Sədaya xanım, sizə bir sual verəcəyəm. Xahiş edirəm ki, o suala doğru cavab verəsiniz. Almaz, balaca almasın hara verilməsi ilə bağlı sizdə məlumat varmı? Çünki mən görürəm ki, maşallah, siz çox məlumatlısınız. Tərlan olayını da siz açdınız bizə. Deməli, bu məsələdən də sizin xəbəriniz var. Almasla bağlı nə xəbəriniz var? Bu ana doğru mu deyir? O uşaq evinə mi verilib? Düz deyir, onu düz deyir. Ancaqsa ki, o uşaq evinə veriləndən sonra bir il keçdi. Ondan sonra xəbər gəldi ki, uşağı veriblər kiməsə. Uşaq evi. Bu qədər məlumatım var. Uşaqla bağlı kim maraqlanıbdır ki, uşaq evinə adı, soyadı qoyulmayan, heç bir sənədi qoyulmayan bir uşaqla bağlı... Yadımda deyil ki, onu mən kimdən eşitdimsə, vallahi mən özüm... Sədaya xanım, siz belə dediniz də, ana deyir ki, nə sənət verməmişsiniz də, uşağı, necə qoymuşdunuz uşağı? O necə o hadisəni, bizim çünki vaxtımız azdır, xəbərlərdən sonra izləyəcək tamaşaçılar, xanım suallarıma cavab verəcək. Amma, yəni, uşaq evinə adsız, soyadsız qoyulan bir uşağın kiməsə verilməsi ilə bağlı xəbəri sizə kim dedi, Sədaya xanım? Vallahi bilmirəm, yadımda deyil. Həqiqi bilmirəm onu. Həqiqi bilmirəm. Xəbərlərimiz var, əziz tamaşaçılar. Xəbərlərə ayrılırıq, amma xəbərlərdən sonra o dəhşətli səhnə ki var, danışır Esmiranın anası. Onu biləcəksiniz və Esmira tapılıb. Gəlir studiyaya. Xəbərlərə ayrılırıq. Səkkiz idi tövlədə saxlanılan Pərvanə ilə bağlı şok faktlar. Böyük bacım öldü. Efirdə getməyən o kadrlar hər kəsi göz yaşına boğacaq. Az sonra bizə danışdı. Hə. Suallarım yenə olacaqdır sizə, Sədaya xanım. Deyəsən, axırda Almaz da elə gələcəyi siz tərəfə, hə? Gətirəcəksiniz yanınıza. Gətirəcəksiniz yanınıza, yoxsa? Nə? Deyil.
Abdullah bəy, Şəfiqə xanım, nə edirik? Onun yanıma ərizə yazacağım, iddia ərizəsi məhkəməyə təqdim eləyəcəm. Uşaqla görüşlə əlaqədar. Sonra da sonda orada məhkəmədə qəyyumluq himayəçili rəy verəndən sonra məsələ qaldıracağım, Elnurgilin mərkəzinə getsin. Mən nə qədər orada sənin borcun var idi? Nə qədər ödəməlisən? Normalda 1200 olması lazım. 1200 manat. Bəli. Rəna buradadır. Rəna hardadır bilmirəm. Görürsünüz, rahatdır da. Uşaq artıq ataya qarşı. O 1200 manat ödənsə, bəli. Aydan aya 103 manatı verə bilərsən. Söz veriyorum. O uşağın gələcəyi üçün mən o 1200 manatı özüm ödəyəcəm. Maaşımı sənə verəcəm. Çox sağ olun. Öz halal maaşımı. Baxmayaraq ki, mənim ehtiyacım var. Hər kəsin pula ehtiyacı var. Amma söhbət uşaqlardan gedirsə, əziz tamaşaçılar, o uşaqlara pulun, şəxsi münasibətlərin, qərəzin, ər-arvadın bir-birinə olan, belə deyək, o nifrətinin, kininin qurbanı olmamalıdır. Əgər söhbət 1200 manatdan gedirsə, mən, düzdür, indi maaş vaxtı deyil, biz ayın birindən birini alırıq, xahiş eləyəcəm, rəhbərliyimizdən xahiş eləyəcəm ki, mənim əmək haqqımı zamanında versinlər, yəni daha öncə versinlər. Mən də o pulu verəcəyəm sizə, aparın, amma aydan aya 103 manatı ödəyin. Söz verirəm. Get Abdullah. Uşaq da, mən Narınç xanım birinci gün burada olacaq, hə? Narınç xanıma tapşıracaq, gedəcək Narınç xanımın yanına. Narınç xanım uşağa psixoloji bir dəstək verilsin. Psixoloji dəstəyə də ehtiyacı var. Buyurun. Bizimlə əlaqə saxlayın. Mən birinci gün əlaqə saxlayın, o pul məsələsini həll edeyim. Tamaşaçıların içərisində də öz dərdini deməyə gələnlər var, amma o vaxt o qədər belə sürətlə gedir ki, xanım vardı burada. Hardadır o xanım? Süni mayalanma üçün gəlmişdi, dünən də çıxartdıq bura, gəlin bura. Uşağını uşaq evinə qoymaq istəyən qadın, Nigar xanım vardı burada. Çox pisdir mənim bilirəni, amma onu birinci gün dəvət edək bura. Birinci gün o burada olsun, çünki uşağı, yəni, uşağı incitmək olmaz, onun bir dəfəlik həll eləmək lazımdır. Ana öz uşağını uşaq evinə qoymaq istəyir. Sənə suallarım olacaqdır. Burada tamaşaçıların içərisində Şəfiqə xanım, Elnarə getmişdim bugün Sumqayıta. Bugün getmiş Sumqayıta yox. Ondan getmişdi Zəngilan məhkəməsinə. Zəngilan məhkəməsinə. Və hakim dedi ki, Şəfiqə xanım, mən məcburi gətirmə verəcəm. Polis orqanlarına müraciət edəcəm ki, məcburi özləri ilə getmişdir. İnşallah Türkiyədədir, Suriyada deyil. İnşallah. Siz? Bizdə problem aliment verməməyin dərdindən uşaqdan imtina edir. Deyir, uşaq mənim deyil. Necə yəni? Bəli, məhkəməyə verib, iddianı qaldırıb ki, uşaq mənim uşağım deyil. Yəni, ata aliment verməmək üçün deyir ki, uşaq mənim uşağım deyil. Bəli, belə deyir. Allah, bunu da işləyib, bal oğlan mənim. Yəni, biz bunu da işləyib, bal oğlan mənim. Hər şey olar. Ata necə öz övladından alimentə görə imtina edə bilər? Necə? Təcrübəmdə olub. Olubca aliment eləməkdən ötürü, yayınmaqdan ötürü. Xanım, axı siz verirsiniz məhkəməyə ki, mübahisələndirilsin, uşaq onun uşağıdır yoxsa yox? Mən verdim, məhkəmə Siz verirsiniz də, indi ekspertiza olmalıdır, değil mi? Şəfiqə xanım, birinci gün gəlsin. Birinci gün, amma xahiş edirəm ki, uşaqsız gəlin. Uşaqla gəlməyin buralara, incidirsin uşaqları, mənim ürəyim ağrıyır. Xoşqədəm xan, birinci gün mən olmayacaq. Onsuz da müzakirələr ikinci gün gəlir onda. İkinci gün.
burada olarsınız. İkinci gün. Ben de axtarıram oğlumu və bacım oğlumu. Oğlunuzu və bacınızı oğlunu axtarırsınız. Hara gediblər? Onlar 2005-ci ildə gediblər Moskva. Neçənci ildə? 2005-ci 2005-ci ildə. Gediblər Moskva şəhərinə işləmək məqsədindən. Sonradan Mən şəkilləri istəyirəm görüm. 2005-ci ildə hara gediblər? Moskva şəhərinə. Moskvaya gediblər. Rusiyada bizi izləyənləri salamlayıram və xahiş edirəm ki, axtarışlarımızda bizə kömək etsinlər. Bu arada bazar günü sizin sevimli verilişiniz Səni Axtarıram olacaqdır. Hər zaman olduğu kimi 22:00-da bir-birindən maraqlı talelər olacaq. Varmı anonsumuz Şahin? Anonsumuz varsa anonsu da izləyək. Dərhal Şahin, dərhal anonsumuzu da izləyək və bu arada sabah Səni Axtarıramın çəkilişidir. Yaxınlarını axtaranlar yenidən qeydiyyata düşmək istəyən, ümumiyyətlə axtarışları olan şəxslərin hər birindən xahiş edirəm ki, hər həftə olan çəkilişlərdə iştirak etsinlər. Saat 10-da bizim çəkilişlərimizdə iştirak etmək üçün sabah saat 10-da buyurub gələ bilərsiniz ailənizin kanalı Xəzər televiziyasına. Bəli, buyurun. 2006-cı ildə onlar gəliblər, aldığım məlumata görə sonradan telefonla əlaqə saxladılar 2014-də kimi. 2014-ün axırlarından sonra... Nə dedilər ən son axtarışda, harada olduqlarını? Onlar Dərbənddə dedi, Maxaçqalada. Siz bundan əlavə Səni Axtarırama da gəlin. Sabahki çəkilişdə də iştirak eləyin və Səni Axtarıram əməkdaşlarına yaxınlaşın, qeydiyyatdan keçin həm də. Yaxşı. Sizin məsələnizi biz danışdıq da. Onu dedi mənə aliment barədən, mən müalicə istəyirəm. Ona artıq o xəstələrlə bağlı da. Sizdə nədir problem? Mənim problemim deyirsən, 2 dənə ruhu xəstə uşağım. Sizdə? Nədir probleminiz? Salam, nədir? Xəstələrlə bağlı problemlər qeydiyyatdan keçirsiniz. Biz əgər mümkünsə göndərəcək bir xanım var, mən dedim ki, bizə təmənnasız kömək edən xanım. Bəli, siz qeydiyyatdan keçin. Siz Jalə, qeydiyyata alırsınız xanımı, göndərirsiniz, nömrə verirsiniz, həmən xanım qəbul etsin, baxaq görək nədir. Sonra bizimlə əlaqə saxlayın. Sizlə. Otursun. Aha. Kızım, mən qızımı axtarıram. Qızınızı axtarırsın. Hara gedib qızım? Moskvada yaşayır. Raminski şəhərində. Moskvada yaşayır, yerin bilirsiniz? Yeri bax, indi aparıb adresini zaten. Yəni, aydındır. Onu araşdıraq, görək ki, nədir bu. Sizdə nə idi problem? Hafta gəlmişdim, körpə uşaqla. O körpə uşaqla deməli gəlibdir ki, Baloğlan mənim sizin bölgədəndir. Gəlib ki, bizi atıblar çölə, 2 uşaqla qalmışıq çöldə. Kim atıb sizi çölə? Böyük oğlan su içində, indi 5 başayla su içində. Oğlunuz atıb sizi? Böyük oğlan yeri yox idi, atıb çölə. O yeri hökumət də dedi ki, gördüm, bura gəlmişəm, dedim, kömək eləsin, biz ki, eləmirik. O körpə uşaq 5... Baloğlan mənim 2 dənə, o ana gəlsin bura. O ananı gətirin bura, gəlsin bura. Haradadır? Jalə, bu xanımın qızı. Bu xanımın qızı Lənkərandan gəlib. Gəlinindir, oğlun atıbdır çölə. Sən oğluna görə ki, ay Allah... Bu da qeyri-adi hadisədə. Şəfiqə xanım, qaynana gəlinini alıb gəlibdir ki, oğlum bizi atıbdır küçüyə, bizə bir yer verin. Ananı da atıb, çölə. Gedin, xahiş edirəm, çıxın, indi birazdan Baloğlan müəllimlə danışarsınız. Baloğlan mənim kömək eləyək, görək bu. Vallahi nə deyim. Tez sponsorlarımızla bağlı məlumatları oxuyum mən. Deməli, Esmiradan nə xəbər var? Şahin gəldi mi? Məncə, Vasif, mən xahiş edəcəyəm Esmira'nın, çünki mən yerləşdirmişdim onu sığınacağa. Siz bir maraqlanın, baxaq, nə olacaqdır və bu xanım. Xanım 17 ildir deyirsən ki, 17 ildir uşaq istəyirsən. Haradadır həyat yoldaşın? Rəsmi nigahınız var? Molladan kəbin kəsdirmişsiniz. Qaynanan, yaxınların kömək eləyirmi? Heç kimsə kömək etmir. Bilməyim kim
Bəs bu 17 ildə o müalicələrə gedəndə pulu kim verirdi sənə? Yəni özümüz, atam, köməkli, yoldaşım. Yoldaşınla münasibətlərin normaldır? Yaxşı. Sən dünən efirdə, ondan əvvəlki gün efirdə olarkən nə qədər zənglər gəldi bizə? Hər kəs sənə əziyyətlər verildiyini, hətta səni boşatmaq istədiklərini mənə söylədilər. Bütün bunlar doğrudur? Yox. Elə də hamının evində söz-söhbət olur. Demirəm ki, söz-söhbət olmur. Bu uşağa görədir də bütün bunlar. Elə demək olar ki, uşağın olmursa çıxıb getməlisən. Sən də buna görə mücadilə eləyirsən, hə? Bilirsiniz, yəni hər kəs uşağın olmur deyə bunu sənin başına mı vururlar? Hər şey Allahın əlindədir. Biz kimik ki? Biz kimik ki? Verən də o da, alan da o da. Əlbəttə, verən də Allahdır, alan da Allahdır. Biz kimik ki? Bilirsiniz necədir? Bəzən mən fikirləşirəm, deyirəm ki, bəzən kiminsə bir yanlış hərəkətini görəndə mən deyirəm ki, görəsən o insan başını qaldırıb heç nə vaxtsa göyə baxırmı? Baxırmı ki, sənin gördüklərin, etdiklərin əməllər ki var, o əməlləriniz 100% görülür. Baloğlan mənim. O qədər analar olubdur ki, 20 il uşağı olmayıb. Hətta heç ömür boyu uşağı olmayan, amma bir ömür boyu həyat yoldaşı ilə birlikdə yaşayan qadınlarımız da var. Bu da fədakar anızdır. Nədənsə siz bugün həmişə deyirsiniz nəsə. Tamaşaçılar da elə bilir ki, ekspertlərimə mən icazə vermirəm, danışsın. Mən valla şərait yaradıram, danışsın. Məsələ onda deyil. Biz prosta sadəcə olaraq gözləyirik ki, bəlkə qadın öz sözlərini deyəcək, bəlkə siz nəsə deyəsiniz, ona görə biz gözləyirik. Yox, yəni bax, mən indi Baloğlan müəllim. Siz indi bizim çox sevdiyimiz müğənnimizsiniz. Hamımızın evində elə bir ev olmaz ki, yəni 5 evdən ən azı 3-ündə sizə olan sevgi var. Yəni, deyin fikirlərinizi, axı bu uşaq olmursa, mütləq qadını atmaq lazımdır mı? Bax, uşağı atıb Esmira məsələn. O qədər orada atılmış uşaqlar var. Bəlkə övladlığa götürəsiniz. Baba, mən kiməcəm? Necə? Mən nə deyərəm ki? Yoldaşın deməlidir də bunu. Yoldaşım evin axırıyam, onlar razı olmazlar. Onlar razıdırlarmı uşaq övladlığa götürəsiniz? Xeyr. Niyə? Nə olar götürəmə? Onlar razı olmaz. Ona görə də mən sizə deyib gəlmişim ki, özümü istəyirəm malicə. Biraz hündürdən danışın ki, siz... Mən də istəyirəm ki, özümün olsun. Onlar razı olmazlar. Xanım, çox üzr istəyirəm. Elə səbəb budur, ya bəlkə hər tərəfdən də problem var. Heç getdiniz yoxlamaya, həkimlər nə dedi? 17 ildir o yer yoxdur, hər yer. Yox, getdiniz, həkim deyir, kimdəndir bu, kimin günahının, günahı deməyək də kimə görədir? Hər yerə getdim İrana, bir problem yoldaşımda tapmadılar, gəldim bura, burada yoxladılar, dedi ki, yoldaşım faizasıdır. Dedi yoldaşına, hə. Burada, Azərbaycanda deyiblər yoldaşına görədir, amma İranda heç nə deməyibdilər, hə? Bir dənə operasiya. Bu prosesdə psixoloji dəstək göstərilir. Məsələ burasındadır ki, uşaq olmayanda ərlə arvad arasında bir problem olmur. O qədər ailələr var ki, uşaq olmayıb, götürüblər, saxlayıblar. Sadəcə bu cür proseslərdə gördüyümüz nədir? Kənardan müdaxilə çox olur. Kimi gözləyirsiniz, haçan uşaq olacaq və fərqində olmadan o ailələrə böyük travma verilir. Elə sizdə də mi? Rahat olsunlar. Hələ 17 ildir yoldaşım heç nə deyim. Ayrı ol. Qıraqdan deyirlər də, neyini? Buyurun, Baloğlan mənim, niyə görə övlad götürmək istəmir ailələr? Nə olar ki? Mənim yaşadığım bölgədə mən üzr istəyirəm, bu söhbətə görə xalamdan da üzr istəyirəm. Uşaqları olmurdu. Uşaq evindən götürürdülər, onu evləndirdilər, nəvə yəsi olurlar.
Yəni belə ailələr çoxdur bizim tərəflərdə. İnşallah sabahları gəlsin bu. Birinci gün daha doğrusu. Birinci gün ol burada. Sənə görə çoxlu zənglər gəldi. Çox insanlar sənə kömək etmək istəyir. Birinci gün həyat yoldaşın gələ bilərmi studiyaya? Çıxmaz. Çıxmaz. Xanım, Amma siz gəlin, mən istəyirəm ki, bu arada bir məsələni də xatırladım. Şahin, o görüntülər var bizdə. Kürdəmirdə İsa vardı. Biz getdik onunla bağlı, yəni çox belə imkansız, çox belə 16 ildir övladı üçün əziyyət çəkən, bax bu ananı görürsünüz əziz tamaşaçılar. İsa ilə bağlı. Bugün Elnur müəllim, mən və bizim çox dəyərli həkimlərimizdən biri Araz həkimlə birlikdə Kürdəmirə gedirik. Elə çəkilişdən sonra yola düşürük. Hə, Şəfqə xanım, siz də gedirdiniz deyəsən. Həmin çıxanda bu dəfə məni üzrlü hesab edin. Deməli, biz bərabər gedəcəyik İsagilə bir neçə, deməli, bir saat sonra biz yola düşürük. İsa ilə də bağlı deyəcəklərimiz var. Birinci gün sizlər biləcəksiniz ki, biz nə üçün ora getdik? 16 il bağlı qapılar arxasında qalan İsa ilə bağlı nələr var biləcəksiniz. Mən istəyirəm ki, bu xanıma deyim ki, uşağı gətirib atdılar sizin qapınıza. Esmira gəlir. Esmira bütün telefonları söndürüb əziz tamaşaçılar. Deyir ki, bizim əməkdaşlarımız deyir ki, 20 yanvarda Esmira ilə qarşılaşıblar, Esmiranı gətirmək istəyiblər. Esmira, gəlirəm, maşında sənədlərim var, onu götürürəm deyir, maşına minir və o maşında gedir. Uşağı necə, nətər uşaq evinə necə verdiniz, onu mənə danışın. Mən özüm işləyirdim. Yox, uşağı gətirib atdı sənin iş yerinin qabağına. Bir gün dəmir putkada uşağa baxdın. Sonra uşaq evinin qarşısına necə qoydun? İşləyirdim. Sonra apardım, qoydum uşağın həyətinə. Necə? Fevral ayında. Fevral ayında. Uşağı heç olmasa bu saat gec saatları idi. Gecə idi, gündüz idi, nə vaxt idi? Axşamdı, saat 5-6 olardı. 5-6-da uşağı fevral ayında bələkdə, qırmızı bələkdə qoydun ora. Gözlədinmi, uşağı götürdülərmi içəri, yoxsa? Yox, mən çıxdım, yox. Gözləmədin? Yox. Danışır xanım. Həddindən çox soğuqqanlı bir xanımdır. Həddindən çox. Esmira'nın bura gəlməməsinin bir səbəbi də sizsiz, bilirsiniz Sədaya xanım. Niyə görə, neynəmişəm? Həsənə görə. Çünki deyir ki, mən Həsəni vermək istəmirəm Sədaya. Niyə mənim oğluma zəng eləyib deyir ki, Həsəni verirəm sənə, oradan zəng eləsinlər, mən danışım, deyim, Həsəni verirəm sizə. Esmira'nın qaçmasının, Esmira'nın bax bizim, yəni deyir ki, mən vermirəm bu qadına uşağı. Həsəni saxlaya biləcək o. O indi özü qaçır, özü kutular. Mən xahiş edirəm burada oturanlardan, ekspertlərdən, sonra vəkillərdən. O uşağı onun əlinə verməyin. Uşaq mənimdir. 3 il mən onun üstündə gecə gündüz yatmamışam. O qərarı biz verə bilmərik. Xəstələnib fikirdən ölüm. Necə? Uşaq məndə qalmasa belə, mən analıqda məlum etsəz belə, amma uşağı Xoşqədəm xanımdan xahiş edirəm ki, uşaq məsələni birinə yerləşdirir. Mənimlə də elə danış. Mən deyir, özüm qürur duymıram öz həyatımdan, amma o ailədə qalmasın. Nə olub ailəmə? Yox, ailə çox gözəl ailədir. Bəri başdan mən deyim, Esmira'nın deməsi nədir bu öz yerində? Ailə, bu ailə kimi ailə o uşaq üçün çox yaxşı. Biz araşdırma aparmışıq. Sizin ailənizlə bax, çox gözəl. O uşaqlara necə baxmısan? Ondan əlavə neçə uşağa baxmısan? Mən sizin qarşınızda baş əyirəm. Baş əyirəm sizin qarşınızda ki, sizin övladınız olmuyor, o uşağa öz övladınız kimi baxmısınız. Amma bir saniyə Sədaya xanım, amma deyəcəklərim var. Reklamlardan sonra. 20 il önce körpünün altında tapılan kimin övladıdır? O vaxt ora getmişdiniz. Ananın etirafları herkesi gözyaşına boğdu. Əgər bilsəydim ki, evə gedəndən sonra... 23 ildir oğul yolu gözleyen Lampa ana. Ben özüm çok ondan küstüm. Səni axtarıram bayramla bağlı hansı sirrin üstünü açtı? Ne demek?
Günelin herkesi şoka salan ata axtarışı. Day bu faciəni yaşayıb. Dəhşət. Atamdan, anamdan polisə şikayət et. Eynur 31 il önce Qazaxstanda yoxa çıxan atasıyla bağlı hansı xəbər aldı? Sizdə müharibə başladı. Niyə axtarmamışsan? Bütün bunlar 16 oktyabr saat 22'də Sən Axtarıramda. Vallahi mənim üçün bütün layihələrim gözəldir. Çünki hər birinə ürəyimi qoyuram, sevgi qoyuram. Amma Sən Axtaran bir başqadır da. Mən sevirəm də bu layihəni. Oradakı çətinliklərə də sinə gərmək asandır mənim üçün, əziz tamaşaçılar. Bazar günü saat 10'da ailənizin kanalı Xəzər televiziyasında sevimli verilişiniz, sevdiyiniz veriliş Sən Axtarıram izləyəcəksiniz. Çox maraqlı bir talihi var. Erməni ailəsində böyüyən, illər sonra bilən ki, valideynləri Azərbaycanlıdır, bax, o cür maraqlı talihləri izləyəcəksiniz. O cümlədən sabah Sən Axtaramın çəkilişidir. Saat 10'da çəkilişdə iştirak etmək istəyən hər kəs dəvətlidir. Amma daha çox axtarışı olan şəxslərin gəlməsini istəyirik. Esmira dedi ki, o anaya o uşaq verilməyəcək. Mənə deyibdi ki, o əgər elə bir şey olarsa, məndən hətta söz istəyir, mənə deyir ki, söz versin Xoşgədəm xanım ki, mənim uşağımın Həsənin o qadına verilməməsinə kömək edəcəkdir mənə. Mən kiməm? Dövlət orqanları var. Əslində mən çox istəyirdim ki, yəni Pərvanə ilə də bağlı sirri indi mən bilmirəm ki, necə açım o kadrlar ki var idi. Çünki ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi əgər araşdırma aparırsa, bizimlə də, yəni bizdəki o faktları da götürməlidir ki, o görüntüləri onlar da izləməlidir. Ona görə mən çox istəyirəm ki, onlar birinci gün burada olsunlar. Onların mən xahiş edirəm əməkdaşlarımızdan ki, yəni mən bugün də onları gözlədim. Birinci gün inşallah onlar gələcəkdilər və Pərvanə ilə bağlı həmin kadrları göstərəcəyik, həmin sözləri göstərəcəyik, hansı ki araşdırmada çox şeyə kömək edəcəkdir. Yenə deyirəm mən atanın həbs olunmasını bəlkə də istəyəcək ən sonuncu şəxsəm. Baxmayaraq ki, böyük bir cinayət var ortada. Amma Pərvanə, Esmira məndən xahiş edir ki, uşaq sizə verilməsin. Mən müraciət edirəm burada Kəmalə xanıma da, ümumiyyətlə ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə, hüquq mühafizə orqanlarına. Çünki uşağı mən vermirəm. Uşaq dövlətə məxsusdur. Burada 3 uşağın taleyindən söhbət gedir. Almasla bağlı şok faktlar açıqlanacaqdır. Uşaq hardadır? Gördünüz nədir? Uşaq bir ailəyə verilibdir. Necə, kim deyibdir, nə telefon nömrəsi qoyublar, nə sənət qoyublar, amma kimsə bunlara deyib ki, uşaq kiməsə verilib. O cümlədən sizin uşağınızın taleyi, baxdığınız Həsənin taleyi Sədaya xanım, birinci gün burada həll olunacaqdır. Dövlət qanunlarına, dövlətimizin o gözəl qanunları bu iki uşağa, Leyla, Esmira'nın əlindən %100 alınmalıdır. Elə bir zərərli vərdişin sahibi olan insanlara uşaq verilə bilməz. Esmira özünü saxlaya bilmir heç. Sizin də birinci gün Sədaya xanım, Həsənin taleyi də burada həll olunacaq. O cümlədən Pərvanə ilə bağlı o kadrlar ki var, əziz tamaşaçılar, ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsində nümayəndəsini biz dəvət edirik bura. O kadrlar onlar üçün də lazımdır. Bu günlük bu qədər, Şəfiqə xanım, vaxtımız yekunlaşdı. Qəddarlıq eləyib, qışın günündə, fevralda aparıb uşaq qoyub ora. Esmira. Bəli. Necə? Esmira, nə inib Esmira?